Mən Ağayev Seymur Teymuroğlu, Masallı rayon Ərkivan qəsəbə sakini. Bu video müraciəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlayıram. Mənim barəmdə Zaqatala rayon polis şöbəsində tarixi məlum deyil, 178.1-ci maddə ilə başladılan cinayət işi ilə bağlı etirazım və şikayətim var. 2021-ci ilin təxminən sonlarına doğru mən Ankara Qrup MMC-ni təsis eləmişəm. Ankara Qrup MMC xaricdə təhsil şirkəti olaraq fəaliyyət göstərməkdədir. Şirkətimiz Türkiyədə təhsil almaq istəyən Azərbaycanlı gənclərə xidmət göstərməkdədir. Həmin tələbə namizədlərindən biri də Yunusov Yunus Kərimoğludur. Yunusov Yunus Kərimoğlunun atası Yunusov Kərim Yunusoğlu bizə müraciət edərək oğlunun Türkiyədə Doğuş Universitetində magistratura qəbulu almaq istədiyini bizə bildirmişdir. Sonraki mərhələdə aramızda 11-7-ci ay 2025-ci il tarixdə xidmət müqaviləsi imzalanmışdır. Ankara Qrup MMC ilə Yunusov Kərim Yunusoğlu arasında imzalanmışdır. Müqaviləyə əsasən biz tələbə namizədinin Türkiyəyə qəbul prosesini gerçəkləşdirməli və onun Türkiyəyə getdiyi zaman Türkiyədə yataqxana ilə təmin olunma, universitet qeydiyyat işlərinin tamamlanması və digər məsələlərdə ona köməklik göstərməyi öz öhdəmizə götürmüşdük. Müqavilədən sonra, bir müddət sonra Yunusov Yunus Kərimoğlunun atası Yunusov Kərim Yunusoğlu bizə müraciət edərək xidmətdən imtina eləmək istədiyini və müqaviləyə xitam vermək istədiyini qeyd eləmişdir. Biz isə həmən müqavilədən əsas gətirərək müqavilənin 9.5-ci bəndinə əsasən belə bir şeyin mümkün olmadığını və aramızda olan müqavilənin şərtlərinə bizim tərəfimizdən tam riayət olunduğunu və heç bir qaydaları pozmadığımızı diqqətinə çatdırmışıq. Lakin vətəndaş bizim səhlənkarlıq etdiyimizi iddia eləyərək müqaviləyə xitam vermək istədiyini dəfələrlə təkrarlamışdır. Biz də hər zaman olduğu kimi ona bildirmişik ki, belə bir şey mümkün deyil. Yunusov Kərim Yunusoğlu bu xidmət müqaviləsində hansı ki qeyd olunan 1400 manat ödənişi bizə ödəmişdir. Bundan əlavə olaraq 1060 manatda universitetin 25% ödənişini də həmçinin bizə göndərmişdir. Bunu təbii ki öz təkidi ilə göndərib biz bunu istəməmişik, heç bir halda danışıq qeydlərimizdə mövcuddur. Xülasə, sonraki mərhələdə vətəndaş bizdən müsbət cavab ala bilmədiyinə görə, yəni hansı ki bizə xidmətlə bağlı ödədiyi pulu geri ala bilmədiyinə görə Zaqatala rayon polis şöbəsinə şikayət ünvanlamışdır. Şikayətin məğzi bundan ibarətdir ki, güya biz vətəndaşın pulunu almışıq və onu aldatmışıq, onun etibarından sui-istifadə eləmişik. Halbuki belə bir şey olmayıb, müqavilə xidmət müqaviləsidir, hüquqi şəxslə vətəndaş arasında imzalanıb, hansı ki o hüquqi şəxsi mən təmsil eləyirəm və icraçı direktoru da mənəm. Bəli, sonraki mərhələdə Zaqatala rayon polis şöbəsindən mənə 3 dəfə fərqli vaxtlarda zəng gəlib. İlk zəngin vaxtını tam xatırlamasam da, ikinci zəng 07.08.2025-ci il avqustun 7-sində mənə olub. Həmən zəngdə özünü şahlar deyə təqdim eləyən şəxs bildirib ki, vətəndaş sizin haqqınızda şikayətçidir, uşağının oğlunun Türkiyəyə qəbuluna görə sizə pul verib, siz ona cavab vermirsiniz. Mən də bildirmişəm ki, biz ən son tələbə namizədinin valideyni ilə ən son dünən gecə saatlarında 11 dəqiqə 40 saniyə danışmışıq. Bütün qeydləri də bizdə mövcuddur. Sonraki mərhələdə polis əməkdaşı bizdən üzrxahlıq eləyərək telefonu söndürmüşdür. Ən sonuncu zəng, 3-cü zəng 10-9-cu ay 2025-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşı, polis müstəntiqi İlqar Əliyev tərəfindən olunmuşdur. Polis müstəntiqi telefonda zəng edərək mənə fırıldaqçılıq etdiyimi və bununla bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi başlandığını və izahat üçün şöbəyə getməli olduğumu mənə bildirib. Mən isə bildirmişəm ki, ortada heç bir fırıldaqçılıq əməli yoxdur, müqavilə tam qanunidir və müqavilənin bir nüsxəsi də zaten onlarda mövcuddur. Buna rəğmən mənə bildirib ki, əgər sən bura mənim qeyd etdiyim tarixdə gəlməsən, mən səni əli qolu qandallı bura gətizdirəcəm. Və həqiqətən də bərəkallah dediyi sözün arxasında dayandı və ayın 3-də, 3 noyabr 2025-ci ildə mən 20 yanvar ərazisində Bravo marketində post patrol əməkdaşları tərəfindən saxlanıldım. Saxlanıldıqdan sonra Nəsimi 20-ci polis bölməsinə aparıldım və orada növbətçi hissədə 12 saat saxlanıldım.
12 saat saxlanıldıqdan sonra Zaqatala rayon polis şöbəsinin əməkdaşları gələrək mənim əlimi qandallayıb, maşına mindirərək Zaqatalaya apardılar. Yolda gedərkən qandalın əlimi çox incitdiyini qeyd elədim və əgər imkan varsa bunu daha biraz boş saxlamaqlarını xahiş elədim. Onlar isə qarşılığında mənə bildirdilər ki, əgər biraz daha danışsan, biz sənin maşının bagajına basıb orada aparacağıq, yəni o formada aparacağıq. Xülasə, bundan sonraki mərhələdə mən öz haqlarımı tələb elədiyim üçün yanındakı polis əməkdaşına, heç birinin adını bilmirəm, yanındakı polis əməkdaşına bildirib ki, qandalın birini, yəni hansı ki 2 əlimdə qandal var, onun birini açaraq maşının oturacağının aşağısına bağlamalı olduğunu və Zaqatalaya qədər bu formada getməli olduğumu mənə bildirdilər. Sonrasında mənə dedilər ki, əgər sən bizə pul versən, yəni bizə bir hörmət eləsən, biz o qandalı da aça bilərik və səni rahat şəkildə Zaqatalaya qədər apara bilərik. Mən isə onlara bildirdim ki, mənim üzərimdə sadəcə 93 manat pul var. Onlar isə dedilər ki, 93 manat bizə bəs eləmir. Yəni bu heç bir şeydir. Yəni biz bu qədər yolu maşın sürmüşük, bura qədər gəlmişik. Sənin arxanca neçə saatdır yuxusuzuq. Sən bizə pul verməlisən. Mən də məcburiyyət qarşısında qalıb onların müşayiəti ilə, təbii ki, onların nəzarətində telefonu alaraq onların gözünün qabağında dostuma yazıb ondan pul istədim. Məndən səbəbini soruşduqda isə bunlar mənə bildirdilər ki, polis əməkdaşları heç bir səbəb demədən de ki, mənə pul lazımdır. Mən də ona heç bir səbəb demədən dostuma ondan 100 manat pul istədim. Və o da pulu mənim kartıma göndərdi. Daha sonra mən polis əməkdaşlarının müşayiəti ilə Zaqatalaya çatdığım zaman bankomatların birində onların nəzarətində 100 manat pulu nağdlaşdıraraq, hansı bankomat olduğunu tam xatırlamıram, amma orada şəhərin mərkəzində bankomatlar ümumi bir yerdədir. Yəni yeri görsəm xatırlayaram. Daha sonra oradan onların nəzarətində, onların müşayiətində 100 manatı çıxardım və cibimdəki 93 manatı da üzərinə əlavə eləyərək ümumilikdə 193 manat pulu bunlara verdim. Sonraki mərhələdə mən Zaqatala rayon polis şöbəsində saxlanma yerində 48 saata yaxın saxlanıldım. Məni polis müstəntiqi İlqar Əliyevin, yəni hansı ki mənlə telefonda danışarkən məni əli qolu qandalı ora gətizdirəcəyini deyən polis müstəntiqinin yanına çıxarıldım. Orada mənə qarşı müxtəlif sözlər, müxtəlif təzyiq edici ifadələr işlədildi ki, sən bura gəlmədin, biz səni istədiyimiz formada bura gətirdik. Halbuki mən onlardan sadəcə bunu tələb eləmişdim ki, mənim ünvanıma dəvət məktubu göndərsinlər. Ancaq dəvət məktubunu göndərmədilər və mənə telefonda bildirmişdi ki, mən səni bura əli qolu qandallı gətizdirəcəm. Onunla bağlı da mənim əlimdə həmən polis müstəntiqin olan danışıq qeydim məndə mövcuddur. Mənlə əlaqə saxlayacaq hər hansı bir polis əməkdaşına mən bunu təqdim eləməyə də hazıram. Xülasə, sonraki mərhələdə mən orada 2 gün ərzində demək olar ki, yemək yemədim, sadəcə sudan istifadə elədim. Mənim orada bütün imkanlarım məhdudlaşdırıldı. Nə ailəmlə, nə yaxınlarımla, nə vəkilimlə, heç kimlə əlaqə saxlaya bilmədim. Buna rəğmən mənə saxlanma yerində gətirib müxtəlif 4-5 dənə kağız imzalatdılar. Mən də onların heç birini oxumadım. Daha doğrusu oxumaq istəyəndə oradakı polis serjantı mənə bildirdi ki, standart kağızlardır, formallıq üçün bunları bura gələn bütün saxlanma yerində qalan hər kəsə imzaladırıq deyə. Mən də məcburiyyət qarşısında və yorğun olduğum üçün, həqiqətən psixoloji olaraq gərgin olduğum üçün onları oxumadan imzaladım. Sonraki mərhələdə atam Zaqatala rayon polis şöbəsinə gəldi. Polis müstəntiqi ilə arasında olan danışıqlara əsasən, hansı ki bizim vətəndaşa verməli olduğumuz 1400 manat xidmət müqaviləsinə qeyd olunan məbləğ, bundan əlavə olaraq vətəndaşın mənə verdiyi 1060 manat universitetin 25%-i və əlavə olaraq da 1500 manat ödəniş tələb eləyiblər. Hansı ki bu 1500 manat ödəniş, yəni müstəntiqin dediyinə görə prokurorun və həmçinin müstəntiqin, yəni şöbəyə çatmalı olan puldur. İndi təbii ki, bununla bağlı məndən kimsə deyə bilər ki, bununla bağlı sübut gətir. Hər kəsə məlumdur, yəni özümüzü aldatmayaq. Polis şöbəsinə girdiyimiz zaman ayaqqabımızdan tutun, hər bir yerimizi axtarırlar. Hansı ki üzərimizdə səs qeyd edici, kamera, telefon belə hər bir şeyi alırlar. Əgər üzərimizdə hər hansı bir şey varsa, yəni hər hansı bir dəlil təşkil eləyəcək bir şey. Xülasə, mənim bu dediklərim hamısı, yəni tarixlərinə qədər qeyd elədiyim hadisələrlə bağlı mən
Daxili İşlər Nazirliyindən tələb eləyirəm ki, bu işi daha şəffaf şəkildə araşdırsınlar. Onu da qeyd eləmək istəyirəm ki, mən hal-hazırda müstəntiqin tapşırığı ilə Masallı rayonundan kənara çıxa bilmirəm. Mənim bütün iş fəaliyyətim dayanıb. Artıq bir ay yarıma yaxındır ki, mən buradan kənara çıxa bilmirəm. Yəni mənə bildirilir ki, Masallı rayonundan kənara çıxa bilməzsən ta ki bu iş qurtarılana qədər. Açılan maddə 178.1 dələduzluq maddəsidir. İndi mən sual vermək istəyirəm. Əgər bu fəaliyyət öz fəaliyyət deyilsə, müqavilə hüquqi şəxs adından imzalanıbsa, hansı əsasla məni saxlayırlar? Mənim üzərimə dələduzluq maddəsini yapışdırırlar və məni hansı əsasla 48 saat əlavə olaraq 12 saat saxlayırlar? Mənim şəxsimə qarşı işgəncələr törədirlər. Mənim qoluma qandal taxıb, mənə qarşı təzyiqlər göstərirlər. Mən bir Azərbaycan gənc olaraq artıq bütün bunlardan utanıram, iyrənirəm. Yəni artıq ən son bir dənə çarəm qalıb ki, yəqin ki, məni biraz daha sıxışdırsalar, yəqin ki, özümü gəlib Daxili İşlər Nazirliyinin binasının qarşısında yandıracam. Yəni bu qədər haqsızlıq, bu qədər ədalətsizlik, bu qədər özbaşınalıq olmaz. Mən ən son bu gün polis müstəntiqi ilə danışmışam. Bildirəm ki, mən sizin barənizdə şikayət ünvanlamışam, şikayət ərizələri yazmışam Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa yazılı ərizələr yazmışam. Onlayn formada müraciətlər göndərmişəm. Bunların heç biri onların vecinə deyil. Mənə bildirir ki, sən birinci gün, yəni hansı ki, bugün ayın 20-sidir, 21-i, 22-si 12-ci ay, yəni təxminən birinci günə düşür də, həmən tarixdə saat 9-da deyirsən, Zaqatalaya yaxınlaşmasan, mən səni yenə deyir, gəlib tutub bastıracam içəri, deyir, əli qol qandalı gətizdirəcəm bura. Bu nə öz başınalıqdır? Mən dərdimi kimə deyim? Kimə danışım? Hara gedirsən, eyni vəziyyətdir. Mən bunu dəfələrlə öz hüquqşünaslarımla, öz vəkillərimlə məsləhət eləmişəm. Hamısı mənə bildirir ki, polisin səni saxlaması qanunsuzdur. Ümumiyyətlə polis mülki məsələlərə qarışmamalıdır. Əgər vətəndaşın bir şikayəti varsa, hansı ki, orada kim haqlıdır, kim haqsızdır, bu ayrı müzakirə məsələsidir. Bu məhkəmənin verəcəyi qərardır. Siz məni hansı əsasla saxlayırsınız? Hansı əsasla saxlamısınız? Mənim müraciətim, xahiş edirəm, aidiyyatı yerlərə yönləndirsin, bu məsələ şəffaf araşdırılsın və aydınlaşdırılsın. Ümumiyyətlə, polis müstəntiqinin mənlə bağlı cinayət işinin açılmağı ilə bağlı əlində olan materiallar incələnsin və baxılsın. Xidmət müqaviləsinin bir nüsxəsi də onlarda mövcuddur. Zəhmət olmasa onu araşdırın. Bir baxın, görün. O ortada bir müqavilə olduğu halda, ümumiyyətlə, əgər ortada bir müqavilə varsa, sonrası onsuz da absurddur. Yəni, bu ayrı bir müzakirə predmetidir. Sadəcə olaraq indiki vəziyyətdə mənim yaşadığım streslər, mən bir ay yarıma yaxındır artıq oradan çıxıb gəlmişəm bura. Orada 48 saat və 12 saat saxlanılmışam. Buna baxmayaraq mənim hələ də psixologiyam yerində deyil. Yəni hələ də mən özümə gələ bilmirəm. Mənim əlimə qandal taxılıb, mənə qarşı müxtəlif işgəncələr, fiziki təsirlər göstərilib. Mən indi dərdimi kimə deməliyəm? Kimə ünvanlamalıyam? Yəni zəhmət olmasa bununla bağlı ən azından biri mənə çıxsın, desin ki, bəli, həqiqətən sən səhv eləmisən, sən həqiqətən dələduzsan, həqiqətən də bu maddə ilə səndən bağlı iş açılmalıdır. Axı mən bunu hansı hüquqşünasdan soruşuram, kimlə məsləhət edirəm, hamısı mənə bildirir ki, sənin burada heç bir təqsirin yoxdur, bu mülki məsələdir. Zəhmət olmasa bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı hissələri, aidiyyatı şəxsləri maraqlansın, bu məsələni araşdırsınlar. Yəni mən artıq dözə bilmirəm. Mənim artıq səbrim qalmayıb. Şəxsimə qarşı olunan bu aşağılayıcı hərəkətlər, bu sözlər, təhdidlər, nə bilim məndən alınan pullar, mənim atamdan tələb olunan 1500 manat. Mən bunlarla bağlı hara gedim, hara müraciət eləyim? Yəni ən azından biriniz çıxın mənə deyin ki, bəli, bununla bağlı sən filan yerə müraciət elə. Mənim əlimdə heç bir dəlilim də yoxdur. Nə etməliyəm mən? Kimə deməliyəm? Kimə sübut edə bilərəm ki, məndən bu qədər pul tələb olunub? Amma ən azından saxlanılmağımla bağlı, ən azından heç olmaya orada bəxtim gətirib ki, mənə orada olan, məndən saxlanılan şəxslərdən biri, hansı ki, dəfələrlə məhkumluq həyatı yaşayan adamlardan biri olub, mənə bildirdi ki, orada yuxarıda kamera var. O kameraya birbaşa Bakıdan nəzarət edirlər. Əgər o kamera orada varsa, ona baxıb oradan görə bilərsiniz. Məni orada 48 saat saxlayıblar. Həmçinin Bakıdakını da görə bilərsiniz. Mənim şəxsimə qarşı olunan bu şeylərin heç biri qəbul olunmazdır, dözülməzdir. Mən bunların heç birinə razılaşmıram. Dediyim kimi, aidiyyatı qurumlara da rəsmi müraciətlər göndərmişəm. Ən son çarə olaraq da Daxili İşlər Nazirliyinə, yəni sizə bu video müraciəti göndərirəm. Başqa artıq heç bir çarəm qalmayıb. Hər halda bu məsələ araşdırılsın. Əgər mənim günahım, mənim bir təqsirim varsa, mən müqəssirəmsə, məsələ məhkəməyə yönləndirilsin. Zəhmət olmasa. Müraciətim bundan ibarətdir.